Sual verirlər ki, bəzi tələbələr deyir ki, məzhəblər 4 yox, 5-dir və 5-ci məzhəb kimi də Şeyx Albani rahimehullahın məzhəbini sayırlar və deyirlər ki, belə bir şey demək olarmı? Bu doğrudurmu? Əvvəla qeyd edim ki, dövrümüzdə tanınan və məşhurlaşan 4 məzhəb ki var, Əbu Hənifə, İmam Malik, Şəfi'i və həmçində Əhməd ibn Həmbəl rahimehullah. Bunu qeyd edək ki, yəni elm sadəcə bu 4 məzhəblə məhdudlaşmır. Bu 4 məzhəbdən əvvəl də məzhəblər olub, alimlər olub. Sadəcə bu 4 məzhəb daha çox tanınıb. Və məsələn, Əvza'i, Əs-Səvri, İshaq ibn Rahaweyh və həmçində təbiinlərdən məsələn, Səid ibn Museyyib, Əş-Şə'bi, Tavus və sair. Yəni bu kimi alimlər olub və onlardan da əvvəl səhabələr, Abdullah ibn Abbas, Abdullah ibn Məs'ud, Abdullah ibn Ömər və sair. Yəni demək istədiyim budur ki, elm sadəcə bu 4 məzhəblə məhdudlaşmır və həmçinin 4 məzhəbdən sonra gələn alimlər, məsələn, İbn Teymiyyə, İbn Qeyyim və həmçinin dövrümüzə kimi gələn böyük alimlər və onlardan da biri Şeyx Albani rahimehullahdır. Və elm sadəcə bu 4 məzhəblə məhdudlaşmır. Elm tələbəsi bu alimlərin hamısından faydalanmalıdır və hamısının rəylərinə baxmalıdır. Yəni, hansısa bir məsələni bilmək istəyirsə, bu qeyd elədiyim, yəni səhabələrdən tutmuş ta ki dövrümüzün böyük alimlərinə kimi bunların rəylərinə baxmalıdır. Və hansı alimin rəyi Quran və sünnəyə, dəlilə uyğundursa, yəni bu alimlərin sözləri Quran və sünnəyə ərz olunmalıdır. Alimin sözü tək dəlil sayılmır. Elm tələbəsi kör-koranə təqlidçi olmamalıdır. Alimlərin sözlərini Quran və sünnədə olan dəlillərə ərz eləməlidir və hansı alimin rəyi Quran və sünnəyə uyğundursa, o rəyi götürməlidir. Necə ki, Uca Allah Nisa surəsinin 59-cu ayəsində buyurur ki, يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم فإن تنازعتم في شيء فردوه إلى الله والرسول. Ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. Əgər bir şey barədə mübahisə etsəniz, onu Allaha və axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə müraciət edin. Bu sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. Nisa surəsi 59-cu ayə. Həmçinin başqa bir ayədə Uca Allah buyurur, Şura surəsi 10-cu ayə. وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللّٰهِ. İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aid. Və ona görə də elm tələbəsi, bayaq qeyd elədiyim kimi, bu alimlərin hamısının rəyini götürməlidir, hamısından faydalanmalıdır. Və necə ki, İbn Kəsir rahimehullah bu Nisa surəsinin 59-cu ayəsinin təfsirində buyurur ki, Allahın kitabının və Peyğəmbərinin sünnəsinin verdiyi və doğruluğuna şahidlik etdiyi hökm haqdır. Bu haqdan başqası isə sözsüz ki, zəlalətdir. Ona görə də belə bir şey demək doğru deyil. Yəni 5 məzhəbdir. Dediyim kimi, yəni bundan əvvəl də məzhəblər olmuşdur və yalnız yəni Şeyx Albani rahimehullahı götürüb demək ki, o 5-ci bir məzhəb gətirib belə bir şey demək doğru deyil.